Her klik bir seçimdir. Amma bəzən bu seçim təhlükəyə çevrilir. Nəzarətsiz pirat mənbələr uşaqlara zərərli təsir göstərə bilər. Keyfiyyətsiz siqnal, yarımçıq izləmə. Pirat xidmətinin reallığı budur. Ucuz görünən xidmət çox vaxt səni məyus edir. Bəzən bu seçim yalnız vaxtını deyil, pulunu da aparır. Pirat yayım qanunsuz və təhlükəlidir. Həll sadədir. Yalnız rəsmi, lisenziyalı mənbələrdən istifadə et. Unutma, pirat yayım təkcə qanun pozuntusu deyil, həm də ölkənin iqtisadiyyatına zərbədir. Azərbaycan Respublikası Audio-Vizual Şurası. Pirat yayımla mübarizə birgə məsuliyyətdir.